Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahumme salli ala Muhammedin ve ali Muhammed. İmam Ali aleyhissalam belə buyurmuşdur. Halallardan istifadə et, ailənə qarşı yaxşı davran və həmişə Allahı xatırla. Salamlayırıq əziz, dəyərli izləyiciləri. Allahın izni, iradəsi ilə qarşımızda bir gözəl mövlud var. Xanım Zeynəb salamullahu aleyhanın mövlududur və bu mövlud münasibəti ilə başda İmam Zaman ağa olmaqla bütün Əhl-i Beyt sevərləri təbrik edirik. Allah bizə dünya axirət xanımın şəfaətini və ziyarətini nəsib eyləsin. Keçirik Allahın izni ilə dərsə. Keçən dərs biz təyəmmümün şərtlərini qeyd elədik ki, hansı hallarda biz təyəmmüm etməliyik. Bugünkü dərsdə isə nəyə təyəmmüm etməliyik, yəni üzərinə təyəmmüm edilməsi doğru olan şeyləri nəzərinizə çatdıracağıq. Bir neçə əşyanın üzərinə təyəmmüm etmək icazəlidir. Torpaq, qum, kəsək və daş. Və şəriətdə qeyd olunur ki, bəyəniləndir ki, bu ardıcıllığa da riayət olunsun. Məsələn, torpaqdır, torpaq varsa, daşın üzərinə edilməsin. Bəyəniləndir ki, bu ardıcılığa riayət olunsun. Həmçinin əhəng daşı, təbaşir, mərmər və qara daş və bunun kimi daşlara da təyəmmüm etmək olar. Amma əqiqdir, firuzədir və bu cür cəvahiratlara təyəmmüm etmək batildir. Ehtiyata əsasən insan ixtiyar halında bişmiş təbaşir, əhəng və kərpicə təyəmmüm etməsin. Sadaladığımız bu məmulatlar yoxdursa, insan əlində olan paltardır, palazdır, onu çırparaq orada olan toza da təyəmmüm edə bilər. Əgər onlar belə yoxdursa, gilə təyəmmüm etməlidir. Gil də əldə yoxdursa, insan vacib namazını elə təyəmmümsüz qılacaq, sonra onun qəzasını yerinə yetirəcək. Əgər xalça, palaz və bu qəbildən olan əşyaları çırparaq torpaq əldə edə biləcəksə, onda o insanın toza təyəmmüm etməsi batildir, gərək o torpağa edə. Həmçinin palçıq da, əldə olan palçığı qurudub ondan torpaq hazırlamaq mümkündürsə, insan gərək onu edib o torpağa təyəmmüm etməlidir. Və palçığa təyəmmüm etsə, o halda təyəmmümü batil olacaq. Suyu olmayan və əlində qar və ya buz olan insan mümkün olduğu təqdirdə həmin o qarı və yaxud buzu əritməli və onunla dəstəmaz və qusul etməlidir. Təyəmmüm etmək üçün əlində torpaq və bu qəbildən olan həmin o sadaladığımız əşyalar yoxdursa, pulla almaq mümkündürsə, gərək insan onu pulla alsın. Həmçinin palçıqdan olan divara da təyəmmüm etmək düzgündür. Üzərinə təyəmmüm etdiyi əşyalar pak olmalıdır. Hətta pak olanı tapmasa belə, əlində olanla təyəmmüm edib namazını qılmalı və sonra o namazının qəzasını yerinə yetirməlidir. Əgər bir şeyə təyəmmüm etməyin düzgün olduğunu bilib, əmin olubdur və o əşyaya təyəmmüm edib və sonradan anlayıbdır ki, xeyr, o əşyaya təyəmmüm etmək batil idi, o zaman insan o təyəmmümlə qıldığı namazlarını təzələməlidir. Həmçinin təyəmmüm etdiyi yer və əlində olan o mal da qəsbi olmamalıdır. Həmçinin şəriətdə qeyd olunur ki, qəsbi fəzada belə təyəmmüm etmək batildir. Misal üçün, insan öz mülkü olan torpaqda əlini yerə vurur, sonra isə icazəsiz başqa birinin mülkünə keçib, orada əllərini üzünə və əllərinin üzərinə çəkir, yəni təyəmmüm edir. Bu zaman onun təyəmmümü batildir. Amma unudaraq və yaxud qəflətdə olaraq başqa birinin mülkündə bu işi görsə, təyəmmümü doğrudur. Əgər bir şəxs qəsbi bir yerdə həbs edilsə və oranın torpağı da, suyu da qəsbi olsa, onda o təyəmmüm ilə namazlarını qılmalıdır. Vacib ehtiyata əsasən əlini vurduğu əşya çox tozlu torpaqlı olsun ki, əldə qalsın və bəyəniləndir ona əlini vurduqdan sonra əlini bir-birinə çırpsın. Bulaşıq yerlərə, çuxurlara, küçənin səkilərinə və həmçinin də duz bağlamayan şoran torpaqlara təyəmmüm etmək bəyənilmir.
Amma o torpaqlar ki, duz bağlayıb, ümumiyyətlə orada təyəmmüm batildir. Üzərinə təyəmmüm olunması düzgün olan şeyləri diqqətinizə çatdırdıq. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.